Salam, bugün tənlik qurmaqla məsələ həlli mövzusuna baxırıq. Araşdırma müzakirə hissəsi ilə öyrənmə hissəsinə paralel şəkildə baxacağıq. Amma əvvəl öyrənmə hissəsini oxuyaq. Deyir ki, məsələləri tənlik qurmaqla həll etmək üçün kəmiyyətin axtarılan qiyməti məhsul kimi qəbul edir və müəyyən hərflə işarə olunur. Bu müəyyən hərf adətən x olur. Məsələnin şərtinə uyğun tənlik qurulur və onu həll etməklə kəmiyyətin axtarılan qiyməti tapılır. Tənlik qurmaqla məsələ həll etmək üçün aşağıdakı mərhələlərdən istifadə etmək olar. Deməli, birinci mərhələ məsələni anladı. Şərti araşdır və anladığına əmin ol. İkinci mərhələ plan qurdu. Məsələnin şərtinə uyğun ifadə və ya tənlik yazmaq üçün müvafiq mühakimələr yürüt, ehtiyac olsa şəkil çək. Üçüncü mərhələ həll etdi. Axtarılan kəmiyyəti dəyişənlə, məsələn, x ilə işarə et və tənlik qur. Tənliyi həll etməklə axtarılan kəmiyyətin qiymətini tap. Dördüncü mərhələdə cavabın doğruluğunu yoxla. Sonda cavab alırıq və doğruluğunu yoxlayırıq. Yəni, araşdırma müzakirə hissəsini bu mərhələlərin köməyi ilə həll edək. Deməli, ilk öncə məsələni anlayaq. Deyir ki, alıcı 2 kiloqram qırmızı alma və müəyyən qədər armud aldı. O, satıcıya 9 manat ödədi. Deməli, 2 kiloqram qırmızı almalı və miqdarı verilməyib, müəyyən qədər də armud alıb. Ümumilikdə isə satıcıya 9 manat pul ödəyib. İlk sualımız alıcı neçə kiloqram armud aldı. İkinci sualımızda bunu tənlik qurmaqla necə tapmaq olar? İlk öncə məsələni anladıq. İkinci olaraq da plan quraq. Gəlin. Planı necə qura bilərik? Demir müəyyən qədər armud aldı. O müəyyən qədərin yerinə x qoyaq. Elə bil 2 kiloqram qırmızı alma alıb və x kiloqram da armud alıb. Ümumidə 9 manat ödəyib. Daha sonra həll et. Axtarılan kəmiyyəti dəyişənlə, məsələn, x-ə işarə et və tənlik qur. 2 kiloqram alma alıb. Şəkildə bizə hər bir meyvənin kiloqramının qiyməti verilib onsuz. Armud 2 manatdır, qırmızı alma da 1,5 manatdır. 2 kiloqram qırmızı alma alanda onu kilonun qiymətinə vururuq. Yəni 2-ni 1,5-ə vuranda neçə edir? 3. Deməli, alıcı 3 manat qırmızı almaya pul verib. 3 manat. Deməli, ümumi də 9 manat pul verib. Bizim tənliyimiz belə olacaq. 3 almaya verilən pul üzərinə gəlinsin. X vurulsun 2. X kiloqram alma alıb müəyyən qədər. Armud alıb, daha doğrusu. Armudun da kilosu 2 manat olduğu üçün 2 vurulsun x. Yəni 2x yazırıq. Bu armuda verilən pul, bu da qırmızı almaya verilən pul. Ümumilikdə neçə manat pul elədi? 9 manat pul ödədi. Tənliyimizi qurduq. Həll et hissəsində yox. Kəmiyyətin qiymətini tap. Biz bu misalı necə həll eləyirdik? 2x tapmaq üçün bərabərliyin hər bir hissəsindən 3 çıxırdıq. 2x 6-ya bərabər olurdu. Hər iki hissəni 2-yə bölürdük. X 3 olurdu. Həll et hissəsini tamamladıq. İlk 3 mərhələni tamamladıq. Daha sonra aldığımız x qiymətini gedib tənlikdə yerinə qoyuruq. 2 vurulsun 3. 3-ün üzərinə 2 vurulsun 3, yəni 6 gələndə həqiqətən də 9 eləyir. Cavabın doğruluğunu da yoxladıq. Beləliklə, araşdırma müzakirə hissəsini həll elədik. Keçək nümunə 1-ə. Eyni bu mərhələlərdən istifadə eləməklə nümunə 1-ə gəlin həll eləyək. Deyir ki, ox ilə yayın birlikdə qiyməti 11 manatdır. Ox ilə yayın ümumi qiyməti 11 manatdır. Yay oxdan 10 manat bahadır. Yay oxdan 10 manat bahadır. Oxun qiyməti nə qədərdir? İlk öncə məsələni anlayaq. Bildik ki, ümumi qiymət 11 manatdır. Yay oxdan 10 manat bahadır. Bizdən də oxun qiymətini istəyir. Məsələni anladıq. Deyir, plan qur. Biz planı necə quracağıq? Deyir ki, yay oxdan 10 manat bahadır. Biz burada x qiyməti verməliyik birinə, amma hansına? Həmişə biz x qiymətini kiçik olana verməliyik. Yay oxdan 10 manat bahadır. Burada kiçik olan, yəni ucuz olan hansıdır? Ox. Ona görə oxa x qiyməti veririk. Yay oxdan 10 manat bahadırsa, yaya da x üzərinə gəlsin 10 qiymətini verməliyik. Bizdən də oxun qiymətini, yəni x-i soruşacaq. Plan qurduq. Daha sonra həll eləməliyik. Yəni tənliyi qurmalı, daha sonra x-in dəyişənin qiymətini almalıyıq. Deməli, ümumi qiymətdə ox ilə yayın, yəni x üzərinə gəlsin 10 ilə x-ə ümumi 11 manat verib. Toplayaq gəlin, x üzərinə gəlinsin, x üstəgəl 10. Bərabərdir 11.
2x üzərinə gəlsin 10 bərabərdir 11. 2x bərabərdir 1, x bərabərdir 0,5. Deməli, oxumuzun qiyməti oldu 0,5. Yay da oxdan 10 manat baha olduğuna görə yayımız da oldu 11,5. 10,5 daşdı. Aha, beləliklə məsələni həll etdik. Gəlin yoxlayaq. Bizim tənliyimiz nə idi? X üzərinə gəlsin, x üstə gələn bərabərdir 11. Tapdığımız x-i gəlin yerinə qoyaq. 0,5 üzərinə gəlsin 0,5, 1 üzərinə gəlsin 10, 11. Bəli, doğrudur. Həmçinin məsələmizdə yoxladıq və doğru olduğunu gördük. Keçək məsələlərə. Cəmi 48-ə bərabər olan 2 ədəddən biri o birindən 20 vahid böyükdür. Bunlar hansı ədədlərdir? Aha. Bizə 2 ədəd verilib, biri o birindən 20 vahid böyükdür. Biz nə dedik? Kiçiyinə x verməliyik. Dəyişəni daima kiçiyinə verməliyik. Biri o birindən 20 vahid böyükdür. Birinə x verdik, biri də digərindən 20 vahid böyük olduğu üçün digəri də bizim olacaq. X üzərinə gəlsin 20. Bunlar hansı ədədlər? Cəmi də 48-ə bərabərdir. Bizim tənliyimiz olur. X üzərinə gəlsin, x üzərinə gəlsin 20. Bu birinci ədədimiz, bu da ikinci ədədimiz və bunların cəmi də olur 48. 2x üzərinə gəlsin 20 bərabərdir 48. 2x bərabərdir 28. X də bərabərdir 14. Kiçik ədədimizi 14 aldıq. Böyük ədədimizi almaq üçün üzərinə x üzərinə gəlsin 20 də bərabər eləyəcək 34. Cavabımız oldu 14 və 34. Keçək ikinci suala. Deyir ki, 2 ədədin cəmi 222-yə bərabərdir. Ədədlərdən biri digərindən 2 dəfə böyükdür. Aha, burada artıq dəfə deyir bizdən. Kiçik olana x deyirik. Digərini isə 2 dəfə böyük olduğu üçün 2 vurulsun x, yəni 2x. Bu 2 ədədin cəmi də 222-yə bərabərdir. Bunların hansı ədədlər olduğunu soruşur. Bizim tənliyimiz olacaq x üzərinə gəlsin 2x bərabərdir 222-yə. 3x bərabərdir 222. 222-ni 3-ə bölürük. Eləyir 74. Bu da cavabımız olur 74. Keçək üçüncü suala. Çəlləkdə 8 litr su var. 4 vedrə su əlavə elədikdən sonra çəlləkdə 56 litr su oldu. Bir vedrənin tutumu nə qədərdir? Deməli, bizdən vedrənin tutumunu tapmağımızı istəyir. Ona görə də biz vedrənin tutumuna x deyirik. 4 vedrə su əlavə elədiyi üçün və hər vedrənin tutumuna x dediyimiz üçün biz bu əlavə edilən ümumi suya 4x, 4 vurulsun x, yəni 4x deyirik. Tənliyimiz daha sonra ümumi suda 56 litr olur. Ona görə biz tənliyimizi belə qururuq. Əvvəl çəlləkdə olan su, yəni 8, üzərinə gəlinsin. Ümumi 4 vedrə, yəni 4x litr su bərabərdir də ümumi alınan su, yəni 56 litr. Bu olur 4x bərabərdir 56-dan 8 çıxırıq 48. X də bərabər olur 12. Burada da cavabımız olur 12. Dördüncü məsələdə taksidə gediş haqqı sərnişin maşına oturarkən 1 manat və hər gedilən kilometrə 0,5 manat əlavə etməklə hesablanır. Sərnişin 6 manat ödəyibsə, taksi neçə kilometr məsafə qət edir? Aha. Sərnişin heç bir yol getmədən maşına oturanda o artıq 1 manat ödəməlidir. Pilot hər gedilən kilometrə görə 0,5 manat əlavə ödəyir. Sərnişin 6 manat ödəyib və ümumi. Gedilən hər kilometrə 0,5 manat ödəyib və biz gedilən kilometri tapmalıyıq axı. Biz ona gəlin x deyək. 1 manatın onsuz da bu artıq ödənməlidir. Üzərinə gəlinsin. Hər kilometrə görə 0,5 manat ödəməlidir və biz hər kilometrin sayını bilmirik axı. Ona görə də kilometrin sayına da x dediyimiz üçün üzərinə gəlsin 0,5 x yazmalıyıq. Ümumi də cəmimiz 6 manatdır. Sərnişin 6 manat ödəyib. Gəlin bunu həll eləyək. 0,5x bərabər olur 5 manata. Burada da x-i tapmaq üçün bərabərliyin hər iki tərəfini 2-yə vururuq. X də olur 10. Yəni 10 kilometr taksi yol gedib. 5-ci sualda deyir ki, 3 qutuda cəmi 50 karandaş var. İkinci qutuda birincidən 2 ədəd çox, üçüncü qutuda isə birincidən 2 dəfə çox karandaş olarsa, hər qutuda necə? Gəlin bunu belə çəkək. Birinci qutu, ikinci qutu və üçüncü qutu.
3 qutuda cəmi 50 karandaş var. İkinci qutuda birincidən 2 dənə çox. Üçüncü qutuda isə birincidən 2 dəfə çox karandaş var. Gəlin ilk öncə bu birinci hissəni biz yazaq. İkinci qutuda deməli birincidən 2 dənə çoxdur. Deməli burada az olan hansıdır? Birinci qutuda. Düz deyil. Biz birinci qutuya gəlin x deyirik. Birinci qutuya x dedik. İkinci qutuda deyir birincidən 2 ədəd çox. İkinci qutuya ona görə biz nə deməliyik? X üzərinə gəlinsin 2. Üçüncü qutuda isə deyir birincidən 2 dəfə çox karandaş olarsa, birinci bizdə nə idi? X. Birincidən 2 dəfə çox olduğuna görə üçüncü nə olacaq? 2x. Hər qutuda neçə karandaş var? Bizə 3 qutuda cəmi 50 karandaş olduğunu onsuz da deyib. Bunların hər birinin hamısının cəmi 50-dir. Gəlin hesablayaq. X üzərinə gəlsin, x üzərinə gəlsin 2. Üzərinə gəlsin 2x bərabərdir 50-dir. Burada 4x var. 4x üzərinə gəlsin 2 bərabərdir 50. 4x bərabərdir 48. X də bərabər olur 12-yə. Birinci qutuda 12 karandaş. İkinci qutuda 10 üzərinə gəlsin 2, 14 karandaş. Üçüncü qutuda isə birinci qutunun 2 qatı qədər, yəni 24 karandaş var. Keçək 6-cı suala. ABC üçbucağının AC tərəfi AB tərəfindən 2 dəfə. BC tərəfi isə AB tərəfindən 2 cm uzundur. ABC üçbucağının perimetri 22 cm olarsa, onun tərəflərinin uzunluğu nə qədərdir? Hər bir tərəfinin uzunluğunu tapacağıq. ABC üçbucağının deyir, AC tərəfi AB tərəfindən 2 dəfə. BC tərəfi isə AB tərəfindən 2 cm uzundur. Burada qısa olan tərəf hansı oldu? AC tərəfi AB tərəfindən 2 dəfə uzundur. Ona görə gəlin AB tərəfinə biz x dedik. Deyir AC tərəfi AB tərəfindən 2 dəfə uzundur. AC tərəfinə 2x deyəcək 2 dəfə uzun olduğuna görə. Daha sonra deyir ki, BC tərəfi isə AB tərəfindən 2 cm uzundur. AB x-dir. Ona görə də BC tərəfi olacaq. X üzərinə gəlinsin 2. ABC üçbucağının perimetri 22 cm olarsa, onun tərəflərinin uzunluğu nə qədərdir? Biz bilirik ki, perimetrini tapanda bütün tərəflərinin uzunluqlarının cəmini tapırıq. Yəni, bu 3 tərəfin cəmi 22-dir. X üzərinə gəlsin, x üzərinə gəlsin 2, üzərinə gəlsin 2x. Bərabərdir 22. Burada 4x var. 4x üzərinə gəlsin 2 bərabərdir 22. 4x bərabərdir 20. X də bərabərdir 5. Tərəfləri də AB olur 5. BC olur 7. AC də olur 14. Keçək 7-ci suala. Deyir ki, 2 dəzgahda gün ərzində cəmi 484 detal hazırlandı. Dəzgahlardan birində hazırlanan detalların sayı o birindən 3 dəfə çox oldu. Hər dəzgahda gün ərzində neçə detal hazırlandı? Deyir 2 dəzgahda gün ərzində cəmi 484 detal hazırlanıb. Biz az olana x verdiyimiz üçün yenə də burada az olana x veririk. Dəzgahlardan birində hazırlanan detalların sayı o birindən 3 dəfə çox oldu. Gəlin az detal hazırlayan dəzgah bu olsun, kiçik dəzgah. Buna x deyək. Gündə x ədəd detal hazırlayır. Digər dəzgah isə bundan 3 dəfə daha çox detal hazırlayır, yəni 3x detal hazırlayır. Ümumi də 484 detal hazırlayırlar gün ərzində. Yəni 3x üzərinə gəlinsin x bərabər olur 484-ə. 4x bərabərdir 484, x də bərabərdir 121. Hər dəzgahda gün ərzində neçə detal hazırlandı? Burada 121, yəni x ədəd. Burada da 3x ədəd, yəni 363 ədəd detal hazırlanır. Nümunə 2-ni də bu mərhələlər üsulu ilə gəlin həll eləyək. Burada şəkil verilib, bunun üzərində işləyəcəyik. Deyir ki, yük maşını bərabər sürətlə hərəkət etməklə aralarındakı məsafə 180 km olan A şəhərindən B şəhərinə yük apardı. Yükü boşaltdıqdan sonra geri qayıdarkən o sürətini 15 km/saat artırdı və 2 saata A şəhərinə çatdı. Yük maşını bərabər sürətlə hərəkət etməklə A şəhərindən B şəhərinə yük apararkən hansı sürətlə getmişdir? Deməli, məsələni anladıq. Aralarındakı məsafə 2 şəhərin 180 km-dir. A şəhərindən B şəhərinə bu avtomobil yük aparıb. Yükü boşaltdıqdan sonra geri qaydanda sürətini 15 km artırıb və 2 saata çatıb.
15 kilometr artırdığı üçün. Yük maşını bərabər sürət eləməklə A şəhərindən B şəhərinə yük aparanda hansı sürətlə gedib bizdən onu soruşur. Deməli, planı quraq. Biz A şəhərindən B şəhərinə yükü apararkən olan sürətinə gəlin x deyək. X kilometr saat. Deyək ki, yükü boşaltdıqdan sonra B şəhərindən A şəhərinə qaydanda sürətini 15 km artırıb və 2 saata qayıdıb A şəhərinə. Yəni burada sürətimiz x üzərinə gəlsin 15 km saat olub. Və 2 saata çatıb. 180 km yolu 2 saata qət edib x üzərinə gəlsin 15 sürətlə. Yəni sürətimiz əgər budursa və biz 2 saat yol qət eləmişiksə, 2-ni vururuq sürətə. X üzərinə gəlsin 15. Bu da eləyir bizim yolumuz 180. Gəlin bu tənliyi həll eləyək. Planı qurduq ilk öncə. Daha sonra həll et qisminə keçdik və tənliyi qurduq. İndi də həll eləyirik. X üzərinə gəlsin 15. Bərabərliyin hər iki tərəfini 2-yə bölürük. 90 eləyir. X də olur 75. X'imiz oldu 75. Yəni A şəhərindən B şəhərinə yükü boşaltmaq üçün getdikdə olan sürəti də 75 km saat. Həll etdik. Daha sonra gəlin aldığımız qiyməti tənliyə qoyaq və doğruluğunu yoxlayaq. 75. 75-in üzərinə 15 gələndə 90 eləyir. 90-ı 2-yə vuranda bəli 180 eləyir. Aldığımız cavab da bəli doğrudur. Dərslikdə də 75 verilib. Yoxla mərhələsində yerinə yetirdik. Keçək 8-ci məsələyə. Əsmər nənə bişirdiyi qutabların 6-sını qonşuya göndərdi. Qalanlarını isə 4 nəfər nəvəsi arasında bərabər böldü. Hər nəvəyə 4 qutab düşdü. Əsmər nənə neçə qutab bişirmişdi? Deməli, Əsmər nənənin bişirdiyi qutabların ümumi sayına heç kimə vermədən əvvəlki birinci sayına gəlin x deyək. Əsmər nənə x ədəd qutab bişirmişdi. 6-sını qonşuya göndərdi. Qalanlarda da 4 nəvəsi arasında böldü. X minus 6 elədi də, düzdür 6-sını qonşuya göndərəndən sonra. Bunu da 4 nəvəsi arasında böldü. Və hər nəvəyə 4 qutab düşdü. Bərabərdir 4. Bizim ilk öncə məsələni anladıq, planı qurduq. İndi isə həll yoluna gedirik. İndi bu tənliyi həll eləyək. X minus 6 bərabərliyin hər iki tərəfini 4-ə vururuq. X minus 6 bərabərdir 16. X-i də tapanda 16-nın üzərinə 6 gəldik, cavabımız edir 22. Əsmər nənə 22 qutab bişirmişdi. Tənliyin yerinə də 22-ni qoyanda 16, 16-nı da 4-ə bölündə 4. Görürük ki, düz eləmişik. Keçək 9-cu misala. Düzbucaqlı formasında olan rəsm çərçivəsinin eni 40 cm-dir. En 40 cm-dir. Çərçivənin perimetri 190 cm olarsa, onun uzunluğu nə qədərdir? Deməli, bizim perimetrimiz düzbucaqlıda nə olur? En və uzunluğu toplayırıq və vururuq 2-yə. Perimetrimiz bu olur. Bizə uzunluğu verməyib və onu soruşur. Ona görə də biz uzunluğa deyək x cm. Perimetrə tapmağımız üçün uzunluq, yəni x, üzərinə gəlsin n, yəni 40, vurulsun 2, bərabərdir 190. Gəlin bu tənliyi həll edək. X üzərinə gəlsin 40, hər iki tənliyi 2-yə bölürük. Burada eləyir 95. X-i də tapmaq üçün 95-dən 40 çıxırıq. Cavabımız eləyir 55. 9-da cavab 55-dir. Keçək 10-cu misala. Bir məntəqədən eyni zamanda, bu məntəqəyə gəlin A məntəqəsi deyək. Eyni zamanda əks istiqamətdə 2 maşın yola düşdü. Maşınlardan birinin sürəti o birinin sürətindən 10 km/s çoxdur. Yəni sürəti çox olan maşın sarı maşın olsun, az olan maşın da göy maşın olsun. Deyil, birinin sürəti o birinin sürətindən 10 cm çoxdur. Biz nə dedik? Dəyişəni, yəni x-i qiyməti az olan, yəni burada da sürəti az olan maşına veririk. Göy maşının sürəti az olduğuna görə ona x km/s sürətə malikdir deyil. Sarı maşına isə x üzərinə gəlinsin 10 km/s sürətə malik olduğunu yazırıq. Maşınlar sürətlərini dəyişmədən hərəkət etməklə 1 saat sonra aralarındakı məsafə 170 km olub. Deməli, 1 saat hərəkət ediblər və göy maşının 1 saatdakı sürəti x kilometr,
Sarı maşının isə x üzərinə gəlsin 10 kilometrdir. Hər biri 1 saat hərəkət edib və aralarındakı məsafədə 0-dan 170 kilometrə artıb. 1 saat hərəkət ediblər. Ona görə də göy maşının 1 saatdakı hərəkəti x-i vururuq 1-ə. X üzərinə gəlinsin. X üzərinə gəlsin 10 da 1-ə vururuq. Çünki o da 1 saat yolda olub, məsafə qət edib. X üzərinə gəlsin 10. Qət etdiyi məsafə. Bərabərdir. Aralarındakı məsafə əvvəl 0 idi. 1 saat sonra aralarındakı məsafə 170 kilometr olur. Bunu bərabər eləyirik 170-ə. 2x üzərinə gəlsin 10 bərabərdir 170. 2x bərabərdir 160. X də bərabərdir 80. Deməli, göy maşının sürəti oldu 80. Sarı maşında x üzərinə gəlsin 10. Yəni, sürəti oldu bunun da 90 km/saat. Keçək 11-ci misala. 1 kiloqram naringi 1,5 manata, 1 kiloqram portağal isə 2 manatadır. Alıcı müəyyən miqdar portağal bundan 2 dəfə çox naringi alıb cəmi 10 manat ödədi. O hər meyvədən nə qədər aldı? Deməli, yenə də az olana x, yəni alıcı müəyyən miqdar portağala x, portağal x. Bundan 2 dəfə çox naringi alıb. Naringi də 2x-dir. Və cəmi 10 manat ödəyib. O hər meyvədən nə qədər alıb? Bu x və 2x hər meyvədən aldığımız kiloqram miqdarıdır. 1 kiloqram naringi 1,5 və 2 manat isə bu hər kiloqrama düşən qiymətdir. Ona görə də biz bu tənliyi yazmaq üçün naringi nə qədər alıb? 2x kiloqram. Düz deyil. Hər kiloqramı da nə qədərdir? 1,5 manat. Biz burada ümumi tənliyi qurmaq üçün naringinin alınan kiloqramını, yəni 2x-i, onun hər kiloqramına düşən ödənişə, yəni 1,5 manata vururuq. Üzərinə gəlinsin. 1 kiloqram portağal isə 2 manatdır. Neçə kiloqram portağal alınıb? X kiloqram. Ona görə də kiloqramın sayını vururuq kiloqrama düşən ödəniş miqdarına. Bərabərdir. Cəmi də 10 manat ödəyib. 10. İndi gəlin bu tənliyi həll edək. 2x-i 1,5-ə vuranda nə eləyir? Əmsalları vururuq bir-birinə. 3x. 3x üzərinə gəlsin 2x bərabərdir 10. 5x bərabərdir 10. X də bərabərdir 2. X oldu 2. Yəni 2 kiloqram portağal alıb, 4 kiloqram da naringi alıb. Keçək 12-ci məsələyə. Dəvə və quzunun birlikdə kütləsi 612 kiloqramdır. Dəvənin kütləsi quzunun kütləsinin 39 mislindən 12 kiloqram çoxdur. Dəvə neçə kiloqramdır? Burada az olan hansıdır? Əlbəttə ki, quzudur. Quzuya biz x yazırıq. Quzunun x kiloqram kütləsi var. Deyir ki, dəvənin kütləsi quzunun kütləsinin 39 mislindən, yəni 39 dəfə çoxundan, 39-a hasilindən 12 kiloqram çoxdur. Yəni, dəvənin kütləsi 39x üzərinə gəlsin 12-dir. Deyir, dəvə neçə kiloqramdır? Deyir ki, dəvə və quzunun birlikdə kütləsi 612-dir. Gəlin, tənliyi quraq. X üzərinə gəlinsin 39x. Üstə gəl 12 bərabərdir 612-yə. Yəni, 40x bərabərdir 612-yə. Yox, 40x üzərinə gəlinsin 12 bərabərdir 612-yə. Yəni, 40x bərabərliyin hər iki tərəfindən 12-ni çıxıq bərabərdir 600-ə. X də bərabərdir 12-yə. 12, 15-ə. X bərabərdir 15-ə. Yəni, quzunun kütləsi 15 kiloqramdır. Dəvənin kütləsini də tapmaq üçün burada x-in yerinə 15 qoyuruq. Yəni, 39 vurulsun 15, üzərinə gəlsin 12. Və ya dəvə və quzunun birlikdə kütləsini 612 kiloqram verməyib bizə. Ümumi kütlədən sadəcə quzunun kütləsini çıxırıq. 612-dən 15-i çıxırıq. Cavabımız da olur 597. Dəvənin də kütləsi 597-dir. Bu ifadəni də hesablasaq 597 cavabını alarıq. Bugünlük bu qədər. Sağ olun.